Bugün Azərbaycan Respublikasının ilk şəhid milli qəhrəmanlardan biri Seyidov Məhərrəmin şəhadət olduğu gündür. Seyidov Məhərrəm 1952-ci ildə 7 sentyabrda dünyaya gəlmişdi. O, hələ uşaq ikən qəhrəmanlığı seçilirdi. Məhz bu qəhrəmanlığı da onun polis orqanlarında çalışmağa gətirdi. 1990-cı illər 1-ci Qarabağ müharibəsi başladığı zaman öndə döyüşən polis idi. Bir polis zabit kimi Seyidov Məhərrəm də döyüşlərə qatılmışdı. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız düşmənin kabusuna çevrilmişdi. Lakin 1990-cı il 19 yanvarda qəhrəmanımız üçün son döyüş oldu. Qızğın gedən döyüşlər nəticəsində qəhrəmanımız qəhrəmancasına şəhid oldu. Biz də Milli Qəhrəmanlar Təşkilatının Nizam rayon nümayəndəliyi olaraq, Vətən Qəhrəmanları Cəmiyyəti olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Gəlin qəhrəmanlarımızı unutmayaq, onların qəhrəmanlarını gələcək nəsillərə ötürək.